Artıq gün olaraq 4-cü gündür, amma mövzu olaraq 5-ci günün mövzusunu işləyəcəyik. Bugünkü günün mövzusu qaynana gəlin dinamikası, ailə içində güc oyunu, sərhədlər və mövqe olacaq. Seminarımız yenə 2 saat davam edəcək və seminar sonunda əgər sizin mövzuya aid suallarınız varsa, suallarınızı chat bölməsinə də yaza bilərsiniz və yaxud da ki, görüntünüzü və səsinizi açmaq şərtilə mütləq şəkildə görüntünüz açıq olsun, mümkündürsə əgər. Hal-hazırda mümkünsə görüntülərinizi açın. Mümkün deyilsə sualınızı verin, amma mütləq şəkildə görüntüləriniz açıq olsun. Sualınızı verə bilirsiniz. Qeyd etdiyim kimi seminarımız 2 saat davam edəcək və seminar bitəndən 12 saat sonra seminarın video qeyd linki qrupa göndərilir. Buyurun Nərfa, başlaya bilərik seminara. Nişanə xanım, mənim səsimi eşidirsiniz? Səsim və görüntüm aydındır sizə? Bəli, bəli, aydındır. Salam, axşamınız xeyir xanımlar. Bugün bizim sizinlə seminarımızın 4-cü günüdür, lakin mövzu olaraq 5-ci günün mövzusunu sizlərlə işləyib, daha sonra 4-cü gün işləyəcək. Bunu etməkdə səbəb nədir? Ana-oğul arasındakı bağı, qaynana gəlin üçbucağında görək, daha sonra mama uşağı kişilərdə bunu necə təsir edir kişilərə? Kişilər nəyə görə hər iki qadın ortasında qalır? Bunu daha aydın biz görməyə başlayacağıq. Qaynana gəlin münasibətləri, ümumiyyətcə qaynana faktı, bu istər qadının qaynanası olsun, bəyin qaynanası olsun, hər zaman bir problem mövzusudur. Çünki ayrı iki sistem var, ayrı iki sistemin birləşməsidir. Düşünün ki, bir dövlət gedir başqa bir dövlətin tərkibinə girir, əlbəttə ki, burada problemlər olacaq. Və bu qaynana gəlin mövzusu heç vaxt haqlı və haqsız tərəflər kimdir? Bəzən yəni insanlar üç qrupa bölünür. Bir qrup davamlı gəlinə deyir ki, gəlinlər pisdir, gəlinlər biraz altdan almalıdırlar, yaşlıdır qaynana, qaynata. Bir qrup günahı bəylərdə görür ki, problem oğlandadır, oğlan anasına da, yoldaşına da yerini göstərməlidir. Bir qrupda qaynanada görür ki, problem qaynanadadır, o bu dövrü keçib gəlib, gəlin yeni gəlib, uşaqdır, biraz onu yola verməyi bacarmalıdır və s. Yəni 3 qrup var. Bu qruplar yəni hansı haqlıdır, hansı haqsızdır deyə öncədən bir şey deyə bilmərəm. Bu vəziyyətə görə dəyişir. Elə vəziyyətlər var ki, burada gəlin günahkardır, elə vəziyyətlər var oğlan, elə vəziyyətlər var ana. Yəni bir günahkar tapıb bunu bütün vəziyyətlərə aid etmək olmaz. Bu zaman bizim adekvatlığımız itə bilər. Burada da gördüyünüz kimi Yunan mifologiyasından da bugünə qədər bu gələn bir prosesdir. Tanrıça Afrodita oğlunun gəlini Psixoya qısqanclıq edirmiş və oğlunun evlənməsini istəmirdi. Gəlinlə dünyanı dar edilmiş. Yəni bu hekayə də bizə göstərir ki, gəlinlə qaynana arasındakı mübarizə sanki yəni sonu olmayan bir mübarizədir. Buna görə də siz əgər problem kimi baxırsınızsa ki, qaynana evdə bir problemdirsə, bu mövzunu heç vaxt həll edə bilməyəcəksiniz. Keçən seminarımızda, seminarın 3-cü gündə mən vurgulamışdım ki, bizim həyatımızda bəzi problemlər var ki, bu problemlər həll olunan problemlərdir. Bəzi problemlər var ki, bunlar idarə olunan problemlərdir. Qaynana mövzusu ailədə həll olunan bir problem deyil.
Yəni biz onu kəsib ata bilmərik, ya oğlunu ondan kəsib çıxarda bilmərik. Həmçinin də bizim anamızı bizdən ayrı kəsib ata bilməzlər. Bu sadəcə idarə olunan bir prosesdir, idarə olunan problemdir. Ona görə bu problemi həll etməyə çalışsanız, həmişə uğursuz və bədbəxt olacaqsınız. Gəlin baxaq, bəs tamam, necə idarə edə bilərik ki, bu problemi bizim evliliyimizdə daha yaxşı sistem qurulsun, biz özümüzü Əsad xanım kimi hiss edək, həmçinin bizim partnyorumuz özünü daha yaxşı bir bəy kimi hiss edə bilsin. Araşdırmalar göstərir ki, analar oğullarının sevgisini bölüşməkdə çətinlik çəkir. Bu səbəbdən gəlinə qarşı qısqanclıq hiss edə bilərlər. Eyni zamanda gəlinlər öz ailəsindən uzaqda, yeni ailədə daha çox diqqət və dəstəyə ehtiyac duyurlar. Bu da daha çox özünü təsdiq ehtiyacı ilə bağlıdır. Bu dəstək normadan artıqdırsa, bu qadının özü ilə bağlıdır ki, o özünü təsdiq etmək istəyir. Bəzən biz müşahidə edirik ki, qadınlar evlənəndə həddən artıq qaynana qaynataya yaxşı olurlar, lazımsız fədakarlıqlar edirlər. Sanki bir növ qaynana və qaynatanın gözünə girməyə çalışırlar. İstəyirlər ki, onun da qızı yerinə qoysunlar və s. Azərbaycanda zaten bilirsiniz ki, qaynanaya ana ata deyilir. Azərbaycanda, Türkiyədə, bizə yaxın qonşu ölkələrdə indi məsələn bir çox gənclər, gənc ailələr bu zənciri qıra bilir. Xaladan, bibidən, xanımdan nəsə deyirlər qaynanalarına. Amma əvvəllər bu zənciri qırmaq çox-çox çətin idi. Birbaşa o gəlin tərbiyəsiz kimi, böyüyünə hörmət qoymayan kimi damğalanırdı. Və hansı dövrün mentaliteti bizə nəyi aşılayırsa, biz onu etməsək birbaşa tərbiyəsiz adlanırıq. Buna görə də yəni mentalitetin daha ağır olduğu vaxtlarda qaynana qaynataya da artıq ata-ana deyirdilər. Oğlan da həmçinin qızın atasına, anasına ata-ana deməli idi. Amma yəni burada yenə biraz fərqli məqamlar var ki, Azərbaycan mentalitetində oğlanın qaynana və qaynatasına qarşı etdiyi yaxşılıqlar və ya daha səmimi, misal ana, ata deməsi onu daha çox yəni kişi kimi göstərmir. Onu daha fərqli biri kimi göstərir, sanki əsl kişi deyil, hələ kişiliyi formalaşmayıb, qaynanasına mama deyil və ya Azərbaycanın çox bölgələrində oğlanlar gedib öz yoldaşının evində qala bilmirlər ki, orada hansısa bir mentalitetin tabusu var ki, oğlan girib qaynata yanında yaşayır və ya qonaq gedəndə belə çox bəylər qalmağı seçmir. Bu artıq bizdən asılı olan məsələlər deyil, bu bizim mentalitetimizdir. Zaten bu mentalitetlə biz mübarizə aparmağa çalışırıq. Zaman keçdikcə dəyişir, dəyişdiyinə görə oradakı sistemdə fərqli bir hal almağa başlayır. Və burada qeyd olunan kimi, gəlin ehtiyac duyur sevgiyə, dəstəyə. Bu təcrübəsiz bir oğlanı iki güclü qadın arasında sıxışdırılmış hiss edə bilər. Nəticədə nə olur? Gərginlik, qarşı durma baş verir və siz bunları etməməlisiniz. Bir bəy ortada qalırsa, bunun nə qaynanaya, nə də gəlinə heç bir müsbət tərəfi ola bilməz. Və burada bir çox nəzəriyyələr var. Bu nəzəriyyələr Azərbaycan cəmiyyəti ilə üst-üstə düşdüyü kimi, həmçinin fərqli məqamlar da çoxdur. Burada əsas məsələ budur ki, analar bəzən oğlunun çoxsaylı münasibətlər qurmasını gizlincə arzulaya bilir. Yəni, başqa bir qadınlarla birlikdə olmasını dəstəkləyə bilir gizlincə. Təbii ki, heç kim gəlib üzdə bunu demir. Yəni, gəlini sərhəddən keçsə, oğlunun genlərini daha çox yayacaq. Bu elmi araşdırmalar göstərir ki, biz qadınlar bəzi davranışların dərin tarixi və biologiyası olduğunu anlamalıyıq. Bu, bizim qaynanamızı pis biri etmir. Sadəcə olaraq, yəni biz özümüzlə qaynana olanda proses olaraq bu prosesdən keçirlər ki, oğlu öz genlərini daha çox yaysın. Bu, şüur üstündə baş verən bir akt olmur. Şüur altısında baş verən bir akt olur. Məsələn, qadınlar adətən fikirləşəndə ki, partnyoruma zəng çatmır, ona nəsə olar, görəsən onun başına nəsə gəlibmi? Analar fikirləşirlər ki, təki başına heç nə gəlməsin, başqa bir qadının yanında olmuş olsun. Bu kimi faktlar var. Buna görə də bir ana uşağının başqa bir tərəfindən tam da pislənilməsini qəbul etmir. Məhz buna görə də partnyorunuzla bağlı heç vaxt onun anasına şikayətlər etməməlisiniz, heç vaxt.
Anası ilk zamanlar sizin tərəfinizi tutsa da, amma bundan bezə bilərsiniz, o ailədə gözdən düşə bilərsiniz, həmçinin partnyorunuzun gözündə düşə bilərsiniz. Sizin şikayət etdiyiniz tərəf onun anasıdır və siz bir sinif rəhbəri deyilsiniz, bir müəllimə deyilsiniz, uşaq gedib valideynə şikayət edəsiniz. Qaynananızla ailənizdə olan heç bir problemi danışmayın. Siz onunla məişət mövzularını, mətbəxdə olan problemləri, iş həyatınızda, uşaq tərbiyəsində olan problemləri danışa bilərsiniz. Öz partnyorunuzla aranızda olan problemləri qaynananızla danışmayın. Mən bir çox xanımlar tanıyıram ki, onlar xəyanəti ilk öyrənib yanında gedirlər, otururlar qaynanasının yanında, başlayırlar danışmağa ki, oğlum belə etdi, elə etdi, yəni qaynana neynəsin buna. Bu kimi hallarda öz ailənizi və qarşı tərəfin ailəsini bu mövzuya atmamalısınız. Atmışsınızsa da, belə bir səhv addım varsa sizin təcrübənizdə, yaşamısınızsa, artıq bunu dayandırmalısınız. Çünki günün sonunda istər-istəməz insan öz övladından keçə bilmir. Pilin bir çox nəzəriyyələri var. Pil gəlinlərin etdikləri ümumi səhvləri belə sıralayır. Həddən artıq həssas olmaq, kiçik bir şərtdən dərhal inciyirlər. Bu, məsələn, biz bəzən ailə məişət mövzularında gördük ki, gəlinlər o qədər dözürlər, sonra onlar artıq evdə baş verən hər kiçik prosesə takılmağa başlayırlar ki, məsələn, mənə rahat olsun deyə mən stəkanları çayın daha yaxın bir yaxınlığında olan şkafın gözünə yığmışdım. Amma qaynanam oradan çıxardıb digər tərəfə yığıb ki, mənə bura rahatdır və gəlin buna görə günlərdə özünə gələ bilmir. Ona böyük hörmətsizlik olunduğunu deyir, ona qarşı hamı sərhədi aşıb, qaynana onu saymadığını deyirdi. Halbuki bu kiçik bir məişət problemi idi. Yəni burada gəlinlərin etdiyi səhv budur ki, onlar bəzən həqiqətən də çox kiçik məsələləri çox böyük şəkildə bildirirlər və məqsədləri bu mübarizədə kiçik mövzular üzərindən qalib gəlməkdir və ya duzqabı üzərində boşanmaya qədər gedən ailələr tanıyıram ki, evdə duzqabı qaynana deyib ki, mən bu müasir duzqablar var, hansı ki, belə edirsən özü tökülür. Qaynana deyib ki, onda olmasın, mən belə cimdiklə götürüm. Bilirəm ki, bir cimdik atıram, iki cimdik atıram, mənə daha rahat olur. Gəlin deyib, yox, mən elə duz istifadə etmirəm. Siz də əliniz ora mikrobda desək soxursunuz, mən də hamı olmaz, gigiyenik deyil, belə duz işlədək. Bunun üzərində böyük bir dava çıxır və gəlin deyir ki, mən bu evdə sayılmıram, qaynanam duzqabını dəyişdi və s. Yəni, bu əslində çox kiçik bir ailə mövzusu idi. Erkən dövrdə problemləri göz ardı etmək. Qadınlar ilkin vaxtlarda bütün problemləri göz ardı edirlər. Bəylər bəzən nişanlı vaxtı, sevgili vaxtı qadına bir çox şeyləri etiraf edə bilir ki, məsələn, mənim mamam hər şeyə deyinir. Qadın bu zaman deyir ki, eybi yox, nə var ki, burada o yaşlıdır, bizimkilər də deyinir və s. Yəni, problemi göz ardı edir. Daha sonra evlənəndən sonra baxır ki, qaynana həqiqətən hər şeyi deyinir. Buna görə də gəlinlər vaxtında problemləri göz ardı etməməlidir. Problemləri görməli, tanımalı və bu problemləri nə qədər idarə edə biləcək potensialda olub-olmadıqlarına baxmalıdırlar. Çox tez və gec konfrontasiya etmək, qaynanadan oğlu kimi eyni rəftarı gözləmək ki, oğlunun necə tərəfini tutursansa, mənim də tərəfimi tut, onu düşündüyün kimi məni də düşün, mənim uşaqlarımı da düşün, bunlar da sənin nəvələrindir və s. Qorumağa layiq olmayan qadınlara ayırdığı hörməti gözdən salmaq. Bəzən gəlinlər gözləyirlər ki, qaynana görüm baldızımın evliliyinə necə münasibət bəsləyəcək, oradakı ədaləti mənim evliliyimdə də sağlayırmı? Bəzən görürlər ki, qaynana öz qızına deyir ki, qızım, sən yoldaşın da hər şeyi böyüdür, yemək bişirməmsən, nə var burada? Və burada gəlin dərhal özündən çıxır və emosional cəhətdən partlayış yaşayır və deyir ki, görürsünüz, öz qızınıza belə deyirsiniz, amma mən yeməyi bişirməsəm, deyəcəksiniz ki, hə, düz deyir də, oğlum, sən ona yemək bişirmədin. Qarşı tərəfi anlamaq, onun yerinə təhlil etməmək, kişi ilə bağlı problemləri anasına şikayət. Bu siyahıda görünür ki, ünsiyyətdə yanlış yanaşmalar gərginlik yaradır. Əziz xanımlar, bu səhvləri tanımaq, onlardan çəkinməyin zaten ilk
addımıdır. Məsələn, Azərbaycanda bir araşdırmada danışılan misalda belə bir hadisə olub. Gənc cütlük yaxşı yaşayırmış, amma oğlan maddi sıxıntı düşən kimi qaynana gəlib mənim qızım belə əziyyət çəkə bilməz, ayrılın deyə təzyiq göstərib. Burada oğlanın qaynanasından söhbət gedir. Nəticədə münasibət korlanıb. Digər tərəfdən bəzən kişi yenə uşaq kimi davranır. Hər məsələdə ananı dinləyir, arvadın fikrinə az yer verir. Mənim anam belə demişdi, amma mənim anam fərqli cür şeylər deyirdi. Öz yoldaşının sözünü tamamilə qüvvədən salır ailə həyatında. Azərbaycanda yəni bu çox maraqlı bir məqamdır ki, qaynana deyildikdə ilk ağıla oğlan anası gəlir. Gəlinlərin anaları daha çox gözdə bilirsiniz necə görünür, sakit görünürlər, amma proses belə deyil. Yəni qaynanadır, istər oğlan anası olsun, istər qızın anası olsun. Amma burada məkan olaraq qadın məkan dəyişdiyinə görə Azərbaycan adətlərində, yəni qadın gəlin getdiyinə görə adaptasiya prosesi qadının üzərində olduğuna görə, oğlan anası orada çox gözə çarpır. Mənim təcrübəmdə bir çox evliliklər var ki, orada olan maddi sıxıntıya görə və ya hansısa bir məsələyə görə müəyyən müddət qızın evində yaşayıb və burada da oğlan öz qaynanasından nə qədər şikayətlər edib. O da sanki eynilə qaynana gəlin kimi qaynana kürəkin arasında da fərqli mövzular davamlı gündəmdə olur və problem yaşanır. Azərbaycanda toy adətlərində bu yaxınlarda yeni bir adət gətiriblər. Heç dəstəkləmirəm bu adəti, çox kobud bir adətdir. Qız anaları mikrofonu götürürlər və ya elə gəlini evdən çıxartmağa gələndə və orada video çəkən yanında deyirlər ki, əgər mənim qızıma tutam ki, bir şey olsa, mən onu dərhal o ailədən çıxardacağam. Mən heç vaxt qoymaram ki, qızım o ailədə əziyyət çəksin. Qızım, bax, bu da evin açarı. Nə zaman bir şey olsa, dərhal mənə zəng vurursan, mən gəlib səni o ailədən çıxardıram. Baxın, bu bir tərbiyədir və məsləhətdir və ana qızına göstərir ki, mən sənin arxandayam. Bunun cəmiyyət içində olunması isə bir tərbiyə deyil, bir güc göstərisidir. Düşünün ki, eyni şeyi oğlan anası etsə, məsələn, bəyə desək ki, hamının içində bəy gəlib qız aparmağa və orada bəyə desək ki, bax, bu qız səni incitsə, nəsə olsa, mən dərhal gəlib sizi boşadaram. Mən bilməyim ki, o səni incidib, sənə qaşqabaq töküb, sənə yemək bişirməyib, dərhal məni yığırsan, mən gəlirim həmin gündə, səni boşatdırıram, alıram sənə başqa bir dənə qız. Görürsünüz nə qədər kobud səslənir. Və son zamanlarda qız anaları bunu cəmiyyət içərisində edirlər. Yəni qeyd etdiyim kimi bu bir ananın dəstəyidir və bu dəstək tənhalıqda qızına deməlisən ki, qızım, nəsə çətinlik olsa, bir kəlmə məni yığırsan, al bu da evin açarı, mən sən gəlib gətirirəm. Bunu hamının içində demək hansısa bir dəstək deyil. Sadəcə güc nümayişidir. Və biz qeyd etdiyimiz kimi bir ailə iki nəfərin arasında qurulur, qadın və kişinin. Bir nəfər kənarda dayanıb, dava olsa gəlib sizi ayıracam, filan bir şey olsa mən boşatdıracam kimi sözlər təbii ki deməməlidir, çox kobuddur. Mən bu tərzdə videoların altında olan yorumlara baxanda, yəni davamlı alqışlar görürəm. Hər kəs qızın anasını alqışlayır ki, siz necə mükəmməl anasınız və s. Rəsmin daha geniş variantını görmür. Mən bu cür videolar görəndə sadəcə fikirləşirəm ki, tamam, yəni bu qız gəlib 25 yaşına, bu sözü deməyə qıza vaxt olmadı mı, bu açarı qıza verməyə vaxt olmadı mı, elə kameranın qabağında oğlan evi elə gələndə bu söz deyilməyə başlayır. Yəni yanlışdır. Daha sonra Alim Qasımovun nəvəsi çox qınanıldı, həmin qız. O qızın dediyi heç bir söz səhv deyildi. Sadəcə sözü demə tərzi və demə yeri çox səhv idi. Amma dedikləri heç nə səhv deyildi o qızın. Və o xanımın adını bilmirəm, Fərqanə edirsə, bilmirəmsə, birdən səhv olar, adını tam vurgulamaq istəmirəm. Və Alim Qasımovun nəvəsi orada qeyd edir ki, mənim ailəm məni yaxşı saxlayıb, mən eyni şeyləri yoldaşımdan da gözləyirəm. Yəni, bunu ifadə etməsi çox gözəldir, çox normaldır. Amma orada ondan bunu soruşmadılar. Və ya orada bunu deməyin heç bir halda yeri yox idi. Düşünün ki, bir bəy də eyni sözləri desə ki, mənim mamam bu günə qədər mənə o qədər qəşəng yarpaq büküb ki, mən də yoldaşımdan eyni yarpağı tələb edirəm. Mənim anam bu günə qədər paltarlarımı ütülüb, mən də yoldaşımdan eynən paltarlarımı ütüləməyini gözləyirəm. Yəni, düşünürsünüz nə qədər çirkin görünə bilər və çox yersiz görünə bilər və biz hamımız o bəyi qınamağa başlayarıq. Təbii ki, buna görə də Alim Qasımovun nəvəsi onun tərəfini tutanlar da oldu, qınayanlar da oldu. Amma ümumi baxanda dediyi sözlər doğrudur. Bir bəy onun
gözləntilərini qarşılamalıdır, amma siz zaten bunu danışırsınız kənarda. Sən zaten kənarda oğlana deyirsən ki, bax mənim gözləntim budur, da deyib ki, tamam razılaşıram, gəl evlənək. Yəni bunu hamının içində açıq demək, orada bəyin bəyliyini tamamilə sındırdı. Həmçində bir oğlan razılaşmanı, sövdələşməni hamının içində açıb desək ki, mən yoldaşımdan filan şeyləri gözləyirəm, o mənə bunların hamısını etsin. Bu da təbii ki, yenə kənardan çox lazımsız görünə bilər. Anlayırıq ki, bu problemin kökündə iki qadın, bir kişi var. Psixoanalizə görə ana-uşaq bağı gəlinin öz təhlükəsiz ehtiyacları arasındakı çox ruhi gərginliyi artırır. Yəni, gəlin əslində ana-uşaq bağına orada toxunmur. Yəni, onlar niyə ana bağladılar, buna toxunmur. Axı, qadın özü də gələcəyin anasıdır və instinkt olaraq onun o analıq hüceyrələrini daşıyır. Buna görə hər zaman empatiya duya bilir. Mən bunu hər zaman pasientlərimə deyirəm ki, biz Barbilərlə dost olmuruq. Həmişə onlar bizim uşaqlarımız olur. Bizim bütün oyuncaqlarımız bizim uşaqlarımızdır. Biz onları nə edirik? Ən körpə yaşdan güya yatızdırırıq, yedizdiririk, biz yaxına gedib balalarımızın üstünü örtürük. Onlara dost demirik. Yəni, instinktiv olaraq qadın zaten ana olmağa meyillidir. Buna görə də bir qadın qaynına və, yəni orada uşaq və ana var da, qaynına və oğul, uşaq və ana. Ora toxunmur. Qadın toxunduğu şey öz təhlükəsizliyidir, öz ehtiyaclarıdır və qadının ehtiyacları, gəlinin ehtiyacları ilə ana və oğul bağı, gəlinin ehtiyacları. Bunlar davamlı toqquşmağa başlayırlar. Əsas odur ki, gəlin öncə qaynanasının, ərinin anası olduğunu unutmamalıdır və ona görə öz anasına göstərdiyi hörməti göstərməyə çalışmalıdır. Amma burada sevgini yox. Gottmanın tövsiyəsi də budur ki, ünsiyyəti mən məzmunlu ifadələrlə qurun. Məsələn, sən hər zaman qərarlarımı şübhə altına alırsan, məsələn, mamanın sözünə görə. Amma burada biz mən sözündən istifadə edirik ki, qərarlarım sorğulandığında özümü anlaşılmamış hiss edirəm, bunu sənə açıq danışmaq istəyirəm. Demək, münasibəti yumşaldır. Daha sakit tonla danışın, aktiv dinləmə üslubundan istifadə edin, qarşı tərəfin mövqeyini başa düşməyə çalışın, unutmayın. Hətta kiçik jestlər, hörmətli müraciət formasında, kiçik köməklik təklifi belə münasibətdəki ən böyük gərginlikləri aradan qaldıra bilir. Sizin ailənizin sevgisi onların gözləntilərinə tam uyğunlaşmaya bilər. Həyatınız sizin üçün yaşayacağınız yeganə həyat. Bundan başqa bir həyatınız bu tərzdə var olmayacaq. Ona görə də bu bədəndə bu həyatın qədrini bilməlisiniz və bəzi problemləri həll yox, idarə etməyi öyrənməlisiniz. Bəs gəlin baxaq ki, əsas gərginliklərin kökündə nə yatır, bunu necə həll edə bilərik? Bir həyatında ən güclü qadın olmaq lazım deyil. Kişinin həyatında mövqe quran bir qadın olmalısınız. Gəlin çox kiçik bir nümunə verim. Məsələn, yoldaşınızla harasa gedirsiniz və yoldaşı qaynananızla harasa düşürtməlisiniz və yolda sizinlə gəlir və qaynananız maşının qabağında oturur. Siz də arxada oturursunuz. Və siz bu savaşda, yəni buna savaş deyək, bu savaşda özünüzü məğlub hiss edirsiniz ki, yox, qabaqda mən oturmalıyam, mənim həyat yoldaşımdır, qaynanam getsin, öz ərinin maşınında qabaqda otursun, onun qızı qabaqda oturur, amma mənə gələndə deyir, yox, arxada oturmalısan. Bura mövqe savaşı deyil. Burada sadəcə qadın məğlub olmağı istəmir. Qadın hər zaman, baxın, kişinin yanında güclü qadın olmağa yox, mövqe quran qadına çevrilməlidir. Yəni, sən partnyorunun zaten ağlında birinci yerdəsən. Maşının qabağında oturub-oturmamaq hansısa bir dərəcə deyil. Yəni, sən maşının qabağında oturanda olursan bir nömrəli qadın, arxada oturanda ikinci nömrəli qadın olursan anlayışı deyil. Qadınların ailə həyatında qaynana mövzularını bu qədər böyütmələri, bu qədər davalara səbəb olmaq və qadının bu problemləri çox həzm edə bilməməsinin səbəbi budur ki, qadın özünü ikinci yerdə hiss edir. Sanki o atılır ikinci yerə. Amma siz bir kişinin ağlında və qəlbində birinci yerdə olmalısınız. Tamam, otursun qabaqda. Yəni, burada nəsə qeyri-adi bir şey baş vermir. Amma qadınlar kişinin ağlında birinci yerdə olmaq istəmirlər. Onlar kişinin ağlında ən axırıncı yerdə olurlar. Amma gündəlik həyatda, savaşda
dalaşmaq, mövqe qurmaq, qabaqda oturmaq və göstərmək istəyirlər ki, hə, mən artıq onlara hədlərini bildirdim. Buna görə də yəni məğlub etmək lazım deyil. Sadəcə mövqe qurmağa ehtiyac var. Və gəlin baxaq. Burada birinci etap nədir? Qaynana ilə yox. 25 illik ana-oğul bağı olur sizin aranızda. İndi partnyorunuzun neçə yaşı varsa, 30 yaş ola bilər, neçə yaşı varsa. Sizin qarşınızda böyük illərə dayanan bir bağ var və siz bu bağla savaşda heç vaxt qalib gələ bilməzsiniz. Daha sonra qaynana düşünür ki, mən bu oğlu 25 il böyütmüşəm, buna əmək vermişəm, bugün mənə hansısa hörmətsizlik olur. Zaten bu bəndləri saydıqdan sonra hörmət və rəhbərliyi sizə izah edəcəm. Qaynanın düşüncəsi bu ola bilir ki, mən 25 ildə oğul böyütmüşəm, orada hansısa bir əməyim var, indi mənə sayılmazlıq olunur. Və burada kişilərin ortada qalma səbəbi budur ki, kişilər arvadağlıqla sözünü qəbullanmaq istəmirlər. Ki, mən yoldaşımın dediyi hansısa sözə qulaq asaram və digər tərəf elə düşünər ki, mən arvadağızam. Qız anaları söz deyəndə çox vaxt bu ailə həyatında səhv başa düşülmür, amma oğul anaları söz deyəndə səhv başa düşülür. Bəzən hər ikisi də ola bilir. Məsələn, oğlan gedir öz anası gilə və gələndə qız görür ki, oğlanın rəngi dəyişib və yoldaşına deyir ki, hə, yenə nə dedilər sənə? Həmçində bəzən qadınlar öz ataları evinə gedirlər və qayıdıb gələndə oğlan deyir ki, nə oldu sənə, yenə orada səni kim doldurdu, kim sənə nə dedi? Kişi üçün ana müqəddəsdir. Ümumiyyətcə, hər birimiz üçün ana müqəddəsdir. Bizim anamız hər nə qədər pis olsa da, hər nə qədər yaxşı olsa da, yəni kim olmağı asıl deyil anamızın. Hətta bu sözü yəqin bilirsiniz ki, vətən gözəl olduğu üçün sevmirik ki. Anamız da biz gözəl olduğu üçün sevmirik. Ya da anamız ən düzgün qərarları həyatda verən qadındır deyə də onu sevmirik. Biz toxunmamalıyıq. İnsanların həyatındakı müqəddəs heç nəyə toxunmamalıyıq. Burada proses olaraq belə bir prosesə diqqət edə bilərsiniz ki, yoldaşınız sizi təhlükəli biri kimi hiss etməsə, sizin onun anası ilə konfliktləriniz olmadığına inansa, zaten o özü gəlib sizə etiraflar edəcəkdir. Hətta bəzən zaten münasibətin ən başında bu etiraflar olur. Oğlanla qız nişanlı olanda və ya sevgi olanda heç bir təhlükə yoxdur və qız müqəddəsə toxunmur, anaya toxunmur. Və burada oğlan davamlı öz anasının mənfilərindən danışa bilər. Məsələn, deyə bilər ki, inansa mənim anamla bacım bütün gün otururlar evdə hamının qeybətini qırırlar. Çünki sən təhlükə kimi hiss etmir. Amma evləndikdən sonra davalar çıxa bilər, təhlükə ola bilərsən onun üçün və artıq o sənə heç vaxt deməz ki, sən mənim anamla bacım otururlar hamının qeybətini edirlər. Sən də burada deyə bilərsən ki, əvvəllər özün deyirdin, mənim ailəm elə, mənim ailəm belə, mən gələndən sonra sənin ailən oldu müqəddəs bir ailə, bəs bunlar yaxşı deyildilər və s. Burada anlamanızı istədiyim hissə budur ki, insanlar sizə təhlükəli görməyəndə zaten öz ailələri haqqında sizə yetərlicə məlumatlar verəcəklər. Bizim ailəmiz bizim üçün müqəddəsdir və o ailəyə yalnız biz söz deyə bilərik. Qarşıda kim bizim ailəmizə söz desə, biz avtomatik olaraq ona müdafiə qalxanlarımızı çıxartmalıyıq. Bu instinktiv olaraq baş verir ki, məsələn, mənim bugün özüm anam haqqında danışa bilərəm ki, mənim anam çox adamı qoruyandı, çox adamı tutandı. Bir gəlib mənə deyilməz ki, Nərmin, sən necə mamam var adamı sıxır? Mən artıq orada başlayacağım öz anamı müdafiə etməyə. Bu da həmçinin sizin partnyorunuzun valideyn üçün də keçərlidir. Birbaşa şəxsiyyət deyil də davranışlar danışılmalıdır. Məsələn, bugün gəlin duzqabı söhbətində, məsələn, o ailədə söhbət nə idi? Qız gedib yoldaşına deyir ki, sənin mamanın ümumiyyətcə tərbiyə anlayışı yoxdur. Baxın, burada biz birbaşa artıq fərdin şəxsiyyətinə toxunuruq. Bir də var davranışına toxunmaq ki, sənin maman bu hərəkəti düzgün etmir və yaxud da ki, onun öz xarakteri xüsusiyyətlərindən danışmamalıyıq. Bir dava zamanı hər zaman edilən rəftarlar danışılmalıdır. İnsanların xarakterləri yox. Amma insanların xarakterlərinə damğalar vura-vura danışsanız, bu münasibətdə sizi haqlı olsanız belə haqsız göstərə bilər. Qaynana çox vaxt oğlunu itirmək qorxusu ilə mübarizə aparır, gəlinlə yox. Yəni, qaynananın qorxusu oğlunu itirməkdir. Siz oğlunuzun yerinizə başqa biri olsun, onlarla bir problemi yoxdur.
Yəni əsas məsələ onun o qorxusudur və qorxu onu tetikləyir ki, mən birdən oğlumu itirərəm. Oğlumu itirsəm, arxa dayağımı itirə bilərəm, həyatda tutunduğum ən güclü qüvvəni itirə bilərəm. Bunu düşünə bilər ana. Gəlin qaynananı dəyişdirməməlidir. Sizin qaynananızın var bəlkə 50 yaşı, 45 yaşı, neçə yaşsa var. Burada məsələn chatda yaza bilərsiniz. Kimin qaynanası var, qaynananızın neçə yaşı var. Və siz 50 yaşında birini dəyişdirə bilməzsiniz. Çünki artıq onun xarakteri formalaşır. Buna görə də zaten onu buna cəhd etmək də çox məntiqsizdir. Bəli, slaydımızın birinci hissəsi bununla yekunlaşır. İndi biz keçəcəyik slaydımızın ikinci hissəsinə. İndi biz keçək slaydımızın ikinci hissəsinə. Burada ümumi məlumatları idi. Dəqiq seminarımızın ikinci hissəsinin slaydını tapım. Aha, tamam. Aha, gəlin baxaq. Yoldaşım deyir ki, anam qardaşımı sevir həmişə. Tamam, desin, ola bilər. Bəzən valideynlər uşaqlardan hansısa birinə daha yaxın bağ hiss edə bilər, onu daha yaxınlıq tuta bilər. 70 yaş, 66, 62, 58, 64. Bu insanlara heç vaxt dəyişə bilməzsiniz. Çünki artıq onların xarakterləri oturuşub, yəni özünüz də o yaşa gələndə siz də heç vaxt dəyişmək olmayacaq. Çünki xarakteri artıq oturur. 60, 47, 45.
60, 58, 60, 45, 55, 71. Ay maşallah. 72, 68. Mənə qaynanam demişdi ki, sabaha kimi oğlumu qoymursan yatmağa, ona görə gec durur. Seks çox faydalı bir şeydir. Qaynanam haqqında ən təhlükəli 10 psixoloji manipulyasiya. Qaynanlar bir çox hallarda mən heç nə demirəm, özünüz bilin deyirlər. Bu cümlə çox təhlükəli cümlədir. Çünki o sizinlə açıq müharibə etmir, sadəcə sizə mesaj edir ki, siz səhv edirsiniz və kişilər də içindən narahat olmağa başlayır ki, görəsən nə dedi, yenə nəyi səhv etdik. Məsələn, sizin qaynananız indi burada 10 psixoloji manipulyasiyanın ən çox hansını işlədirsə, burada chat bölməsində mənimlə bölüşün. Bu birdir ki, birinci budur, heç nə demirəm, bala özünüz bilin. Məsələn, qaynanlar hər şeyi edirlər, sonra deyirlər ki, özünüz bilin, artıq özünüzün bilməyini heç nə buraxmadınız. Məsələn, qaynanlar belə davrana bilirlər. İkinci, mən oğlumu belə böyütməmişəm. Məsələn, oğlu sizi vura bilər və ya xəyanət edə bilər və ya hansısa ailə dəyərlərini pozacaq hərəkətlər edə bilər. O zaman qaynana deyə bilər ki, mən oğlumu belə böyütməmişəm. Bu cümlə gəlinə deyil, oğula bir mesajdır ki, bala, mən səni belə böyütməmişəm, səni dəyişdirdilər. Səni bir növ öyrədən öyrətdi, səni dəyişdirdilər, mən səni belə böyütməmişdim. Üçüncü, mən sizin xoşbəxtliyinizi istəyirəm. Ən təhlükəli manipulyasiya budur. Çünki hamı yaxşılıq maskası ilə gəlir, amma arxasında nə var? Nəzarət etmək ehtiyacı. Yəni, valla mən nə deyirəm, mən sizin xoşbəxtliyinizi istəyirəm. Və tamam, o zaman axı yaxşı niyyət varsa, onda deməli o niyyətə uyğun biz nələrsə etməliyik. Azərbaycan cəmiyyətimizdə bizim ən çox yayılan davranış nümunəsi nədir? Ərk etmək. Kiməsə nəyisə ərk edib deyirsən, ərklə danlaya bilirsən, güldürən yanında oturmursan, ağladan yanında oturursan. Yəni, sanki yaxşı niyyətin varsa, sən bütün pis hərəkətləri edə bilərsin. Çünki sənin niyyətin yaxşıdır. Və burada qaynanı da bəzən yəni, niyyəti həqiqətən də bəlkə də yaxşı ola bilər. Bu fakt da var ki, o həqiqətən sizin xoşbəxtliyinizi istəmiş ola bilər, amma davranışları düzdür deyə bir anlayış yoxdur. Və çox zaman oğlanlar da bunu bildirirlər ki, yəni anam bu qədər də pis ola bilməz. Axı o bu qədər də bizim pisliyimizi istəməz. Bəzən həqiqətən doğru deyirlər. Yəni analar tam uşaqlarının bədbəxtliyini istəmirlər. Sadəcə fərqli tərzdə xoşbəxt olmağını istəmiş ola bilər. Məsələn, az öncə xanım deyir ki, qaynanam deyir ki, sən oğlunu gecə qoymursan yatmağa, oğlum səhərlər gec durur. Bu demək deyil ki, o qaynana oğlunun gözəl bir seks yaşamağını, xoşbəxt olmağını istəmir. İstəyir, amma bu tərzdə yox. Və ya bu qadınla yox. Anlayırsınız? Yəni, burada belə bir hissələr var. Və siz də buna görə birbaşa yoldaşınıza deyəcək ki, maman bizim xoşbəxtliyimizi istəmir. Burada yalan demiş ola bilərsiniz və ya maman sənin xoşbəxtliyini istəmir. Yəni, burada sizin yalan demə ehtimalınız ola bilər ki, əslində maması onun fərqli cürə xoşbəxtliyini istəmiş ola bilər. Oğlum əvvəllər belə deyildi, az öncəki cümlə kimi bu cümlə gəlinə gizli hücumdur. Yəni ki, sən onu korlamısan. Sən onu bu həddə çatdırmısan ki, o belə biri olub, çünki mən belə böyütməmişəm. 5. Mənim oğlum çox safdır. Bu cümlə qaynana gəlinə deyir, yəni onu incitmə. O çox safdır, sən onu yoldan çıxarda bilərsən, sən hər dediyini o eləyə bilər. Oğluna gizli şikayət etmək, qaynana gəlinə demir, oğluna deyir, kişi arada qalır, bu taktika ailədə gizli müharibə yaradır. Yəni, məsələn, qadın görür ki, hər gün ərzində hər şey əla, yaxşı. Daha sonra tutam ki, qaynanan oğlu işdən gələndə oğluna deyir ki, bax, bugün gəlinin özünə demədim, xətrinə dəyməsin.
Deməsin ki, qaynanan hər şeyi söz edir, amma filan şeyi bu cür etdi. Və bunu davamlı olaraq oğlana demək, baxın, uşaq zaten danlanaraq böyüyübsə, bir də başqa birinə görə danlanmaq istəmir kişilər. Kişilər həyat yoldaşlarına görə ailədə danlanmaq istəmirlər, hətta həyat yoldaşlarına görə problem çıxmağını istəmirlər. Buna görə o artıq çox aqressiv davrana bilər sizə ki, yəni bəsdir də sən hər şeyi səhv edirsən, mamam hər şeyə deyinir. Əslində burada onun problemi sizinlə deyil, problemi mamasıyladır ki, sən artıq əvvəllər məni danlayırdın, indi yoldaşın hərəkətlərinə görə də məni danlayırsınız. Daha sonra 8, mən gəlinimə qızım kimi baxıram. Bu çox romantik səslənir, çox gözəl səslənir. Elçiliklərdə adətən havalarda uçuşan sözlər bunlardır. Sizin qızınız, bizim qızımız və s. Amma bu da bir manipulyasiyadır. Reallıqda belə bir şey yoxdur. İnsan öz dünyaya gətirdiyi uşaqdan başqa birinə tam uşağı kimi baxa bilməz. Hətta övladlıq götürsə belə bu mümkün deyil psixoloji olaraq. Çünki bağ yoxdur. Psixologiya bağlara önəm verir. Yəni bir uşaq sizin bətninizdə yetişməlidir ki, ona bir bağ duyasınız. Bu demək deyil, uşağı bəlkə siz ilə aparıb yetimlər evinə qoyacaqsınız və ya kiməsə verəcəksiniz ki, baxsın. Önəmli olan bağdır. Yəni bir ana bir gəlinə qızı kimi baxa bilməz. Yəni romantik səslənir, amma manipulyasiyadır. Çünki qızı kimi baxmaq o deməkdir ki, mən səni tərbiyə edə bilərəm. Az öncə dediyim kimi, mən sənə ərk edə bilərəm. Mənim sənin üzərində ixtiyarım var. Mən sənə rəhbərlik edə bilərəm. Azərbaycanda hansı söz var? Qızım sənə deyirəm, gəlinim sən eşit. Niyə qızına dediyini gəlin eşitsin ki? Axı sən gəlinə və qıza ayrı davranmağı bilməlisən bir böyük olaraq. Bilmirsənsə sən necə böyüksən? Bunların artıq hamısı sual altında qalmağa başlayır. Buna görə bir qaynana gəlinə gəlin kimi davranmalıdır, qızına qızı kimi davranmalıdır. Qonaqların yanında tənqid, məsələn, bizim oğlan ac qalır və ya bizim evdə də valla oğlum deyir, elə söz qalır havada, gəlin heç onu eşitmir və ya hansısa şirin bir zarafatlarla, şirin təhqirlərlə qonaqların yanında gəlini aşağı mövqedə tutmaq. Mən bir məclisdə idim, o məclisdə qaynana deyirdi ki, mənim gəlinim evə qonaq gedib gələndən sonra pərdələri çıxardıb yuyur və hamı gülməyə başlamışdı və hamı demişdi ki, onda biz sizin evə gəlməyək, sizin evdə də biz gələndən sonra çıxardıb pərdələri yuyacaq və gəlinin o qədər pis vəziyyətdə qoymuşdu ki, bu sözlə. Daha sonra qaynananın özü çox pis oldu ki, mən bu sözü niyə dedim, məclisdə o qədər adam var, hər bir tərəfə yozdu bu sözü. Və bu kimi şeyləri qaynanlar bəzən edirlər və ya yığırlar öz bacılarına, öz gəlinləri haqqında qeybətlər edirlər, öz qızlarına, öz gəlinlər haqqında qeybətlər edirlər. Buna biz qarışmalıyıq mı? Yox. Çünki istənilən insan bizim haqqımızda istənilən şeyi yaza bilər. Yəni biri bizim haqqımızda mənfi bir kitab belə oturub yaza bilər. Biz burada heç birinə qarışmırıq və ya orada gedib bir mübarizə aparmırıq ki, sən niyə qızına mənim haqqımda bunları demişsən və ya falan şeyləri yox. Yəni insanlar özgürdülər, hamı haqqında danışa bilər. Bu artıq onun öz problemidir, bizim deyil. Mən öləndən sonra başa düşəcəksiniz. Bu emosional şantajdır. Yəni burada sətiraltı bir məna var ki, mənə qarşı çıxmayın, mənim ömrümə az qalıb, bugün sabahlığam. Buna görə də əgər siz mənə indi qarşı çıxsanız, Хочешь игрушки? Нету. Завтра другие мы возьмем. Пока что этими играй. Mən öləndən sonra hamınız başa düşəcəksiniz. Bu da insanın içərisində təbii ki, vicdanı oyadır. İnsan pis olmağa başlayır ki, anamın ömrünə az qalıb, qoy bu 5-10 gün ömründə biraz onu xoşbəxt edim kimi artıq kişilər fikirlərə düşə bilirlər. Sizdə hansı var idi bu biz 10 manipulyasiya texnikası saydıq? Baxaq görək 1, 3, 6, 8, 10. Arzu xanım yığmışsınız hamısını. Hamısı. Hətta hamısı olanlar var. Onda Arzu xanım sizdəki hələ yaxşıdır ki, biraz yazmışsınız. Ancaq 8, hamısı. Hamısını edir bizimki. Bu seminara tək özüm üçün qatılmışam. Psixologiyam düzəldi. Yoluma özüm üçün davam etməyə. Bəli, zaten elə olmalıdır Rəvanə xanım, nə gözəl.
Bizimki qapını qoymurdu ki, bağlamağa, oğluma hava gəlsin. Bunların hamısı yəni davam mövzuları deyil. Hamısı həll olunması proseslərdir ki, tam açıq istəyirsən açıq qalsın. Yəni sən burada sən narahat olacaqsan, mən deyil. Gəlin burada mövqeyini belə bildirməlidir. Gəlin amma hər dəfə qaynananın etdiyi hərəkətlərdən qıcıqlandığını göstərsə, qaynana bilir ki, düzgün yoldadır. Yəni siz burada zaten görəcəksiniz ki, bu oyuna yeni daxil olmusunuz, amma qaynana 25 ildir bu oyunun içindədir. Ona görə də siz bu oyuna daxil olanda onun qaydaları ilə oynamağı bacarmalısınız. Yəni o deyirsə ki, qapı bağlanmasın, açıq qalsın, açıq qalsın və o görməlidir ki, onun rəftarları sizdə qıcıq oyatmır. Burada iki tərz var ki, biri var qoy dözüm, susum, qaynanadır, qoy açıq qalsın. Biri var tamam açıq qalsın və mən göstərəcəm ki, gələn dəfə sən özün məcbur edəcəksən ki, qoy bu qapı örtülsün. Yəni qadın bu tərzdə davranmalıdır. Mənim qaynanam uşaq alma yeyir, deyir kopya bizə oxşuyur. Alma yeyir, qatıq içir, deyir kopya bizə oxşuyur. Uşağın hər şeyi onlara oxşuyur. Nəsil təsdiq etməyə ehtiyacı. Seminarın əvvəlində də qeyd etdim ki, qaynanalar instinktiv olaraq oğlanlarının nəslinin davam etməsini istəyirlər və öz nəvələrinə belə yanaşa bilirlər. Hələ ki gəlinəm, heç biri nə gözəl, hamısı. Nərmin xanım, axşamınız xeyir. Axşam. Belə müdaxilə edib söz soruşmağa istəməzdim, amma mövzuya aid bir sual verəcəkdim. Deyə istədim sual verim. Yolda Sualları sonda veririk. sonda Aha, sualları sonda veririk. Sonda orada işarələr var, əl işarəsi. Siz onlara basırsınız. Daha sonra Nişanə xanım seminarın sonunda 5-6 xanımı seçir və onların suallarına baxırıq. Mənim qaynanam deyir ki, mənim oğlum mənim ərimdir. Qaynatam rəhmətə gedib. Burada ər olaraq dedikdə, baxın, bir qadın psixoloji olaraq həmişə özünə dayaq istəyir. Ya atasını, ya qardaşını, ya oğlunu, ya nə bilim əmisi oğlunu, kimsə və ya qızını evləndirir, qızının ərini özünə dayaq olaraq görür. Yəni bir qadının həmişə bir dayağa ehtiyacı olur. Həmçinin də bir kişinin də bir qadına ehtiyacı olur. Məsələn, bir kişi də ya öz həyat yoldaşını, ya qızını, ya gəlinini, ya öz bacısını, kimsə özünə bir deyək ki, həyatda ilham verici bir qadın olaraq seçir və seçməlidir də. Və qaynanalar bunu oğulları seçə bilirlər. Hətta çoxu əri rəhmətə getməsə belə oğulları seçə bilirlər. Çünki ərləri onların xəyalındakı ər modeli olmur. Oğlanlarını öz xəyalındakı kimi böyüdürlər. Keçən seminarda xatırlayırsınızsa demişdim ki, məsələn, oğlanlarına deyirlər ki, sən böyüyəndə mamanı çox deyəcəksən, sən mənim qədrimi biləcəksən. Hətta bəzən ata-anaya şiddət göstərəndə oğlan araya girir ki, yox ata, mamamı vura bilməzsən. Və bu bilirsiniz qadın üçün necə inanılmaz bir andır ki, qadın görür ki, budur. Məni artıq qoruyan var. Kimsə çıxdı və məni qorumağa başlayır. Hətta qorxudum, bilmirəm hansı boyundaydı. Orada baxın belə bir hissdə var ki, Qazan xan gedir öz anasını qurtarmağa. Qazan xan oğlu deyir ki, nəyə görə anamı qurtarmadın? O deyir ki, mən getdim öz anamı qurtardım, sən də get öz ananı qurtar. Yəni müəyyən müddətdən sonra baxın belə bir proses başlayır. Yəni arvad deyil də oğul ana. Və sizin qaynananızda da yəni o oğlunu özünə ər kimi seçib, tamam, yəni bunun sizinlə heç bir təmas edəcək nöqtəsi yoxdur. O qadının şuurunda olan bir dayaq nöqtəsidir və bunu oğlu olaraq seçib. Siz bu mövzunu davam olaraq gündəmə gətirib, mama sən özünə ər seçib və ya qaynananıza bu oğlan sizin əriniz kimi çıxışlar heç bir halda etməməlisiniz. Burada sizin məqsədiniz sizin öz ailənizdəki mövqeyinizi gücləndirməkdir. Kimisə xəyali dayaqlarını yox etmək və yaxud da ki, bununla savaşmaq deyil.
Ağıllı gəlinlərin istifadə etdiyi 7 gizli texnika nələrdir? Gəlin baxaq ki, bu texnikalar nələrdir? Burada baxın, ağılsız deyə sözlər yazmışam, amma bunlar sizin heç bir halda elmi savadınız deyil. Sistem barədə ağıllı və ağılsızlıqdır. Çünki sistem elə bir şeydir ki, hər ailənin özünə aid bir sistem olur. Və biz o sistemdə bəzən çox ağıllı davranırıq, bəzən ağılsız hərəkətlər edirik. Yəni indi bugün real və sərt şəkildə görək ki, bizim ağılsız hərəkətlərimiz nələrdir və ağıllı hərəkətlərimiz nələrdir. Yəni bu seminar heç bir halda heç kimi tərifləmək və ya pisləmək üçün deyil. Sizin hər birinizə sistemi göstərmək üçündür. Məsələn, mən chatda görürəm, hansısa qadınlar yazıqlanırlar, qaynanam mənə zülm edir, yoldaşım mənə zülm edir. Siz qurban roluna düşəndə yaxşı gəlin olmursunuz. Və ya halal olsun, sən necə dözürsən bu ailəyə, halal olsun. Yəni bu sözlərlə tatmin olmamalısınız. Əslində bunlar çox qeyri-etikdir və siz özünüzü davamlı qurban roluna salırsınız. Sanki sizin həyatınızda baş verənlərin sizin şuurunuzla, düşüncənizlə, dualarınızla, sizin özünüzlə, öz taleyinizlə əlaqəsi yoxdur. Sizin başınıza gələn hər şey qaynana elədi və ər elədi. Bu qədər. Yəni sizdə Tanrı sizdə heç bir özəllik verməyib. Amma başqa hamıya özəllik verib, hətta sizin baldızınızın uşağına belə özəllik verib ki, sizin taleyinizdə bir rol oynatsın. Amma sizin bu taleydə heç bir özəlliyiniz yoxdur. Əslində bu tərəfdə deyil. Bizim başımıza gələn hər şey bizə görədir. Yaxşı şeylər də, pis şeylər də bizə görədir. Yəni sizin başınıza gələn yaxşı şeylər sizin ailənizin sizə verdiyi tərbiyə və sizin ürəyinizin gözəlliyinə görə deyil. Həmçində sizin başınıza gələn pis şeylər qarşı tərəfin ərə, qaynanaya görə deyil. Hamısı sizin özünüzə görədir, başqa bir insana görə yox. Sizin öz şuurunuzda baş verən prosesə görə. Ağıllı gəlinlərin istifadə etdiyi 7 gizli strategiya. Qaynana ilə yarışa girməmək. Ən ağılsız gəlinlər qaynana ilə yarışa girir. Ağıllı gəlinlər isə anlayır ki, bu qaynana 25 il bu evdə yaşayıb, bu oyun onun oyunudur. Yəni bunu qəti şəkildə bilməlisiniz. Və qaynana sizdə qıcıq yaratmadığını gördükdə o daha sonra geri çəkilməyə başlayacaq. Məsələn, düşünün ki, qaynana sizə deyir ki, bu ev mənim evimdir, burada mən nə dedim o olacaq. Siz ona deyirsiniz ki, əlbəttə burası sizin evinizdir. Siz necə zövqlüsüz bu evi belə etmişsiniz, halal olsun sizə. Baxın, bu zaman qaynananın əlindəki bütün söz bazasını ondan almış olursunuz. Biz insanlar söhbətə girən zaman, baxın, öncədən bunları fikirləşirik. Yəni, mən özümdə bir çox sözlər tuturam ki, gəlinə deyəcəm ki, məsələn, axşamdan yığıram içimdəki, səhər durub gəlinə deyəcəm ki, sən yaman özündən çıxmısan, bu ev mənim evimdir, ağlın öz evinizə getməsin, oğlumu da eləmişsən əlində oyuncaq. Axı, içimdə özümə cavab verirəm, çünki bizim belə bir özəlliyimiz var. Biz içimizdə özümüzlə o gəlinin adından özümə cavab verirəm ki, o mənə deyəcək ki, siz nə demək istəyirsiniz, sizin oğlunuzdadır günah, o məni incidir. Mən də ona deyəcəm ki, sən onu neynəmsən ki, incidir. O mənə cavab qaytaracaq, mənə deyəcəm, budur da sənin ailənin sənə verdiyi tərbiyə. Tamam mı? Yəni, içimdə gəlinin adına özümə cavablar verirəm, hazırlaşıram. Və sabah gəlirəm, eyni vəziyyəti təkrarlayıram. Gəlinə deyirəm ki, bura bax, ağlın öz evinizə getməsin, sən çox özündən çıxmısan. Bura mənim evimdir, mənim sözlərim keçəcək. Gəlin mənə qayıdıb deyir ki, düz deyirsiniz, sizin evinizdə sizin sözləriniz keçəcək. Elə mən də bayaqda mətbəxdə qabıya düşünürəm ki, bu mətbəx möbilini nə gözəl düzəltdirmişsiniz siz. Baxın, qaynana artıq digər sözlərini sizə deyə bilmir. Axı o hazırlaşmışdı. Siz deyəcəksiniz, o deyəcək, siz deyəcəksiniz, o deyəcək. İndi o dedi və indi sizə xala cavab qaytarmalısınız ki, o bazasını töksün. Və heç nəyin tökə bilmir. Burada biz qaynanayla yarışa girmirik. Yəni biz ona göstərdik ki, mən səninlə yarışım yoxdur. Əlbəttə bu ev sənindir. Və o gəlib bizə deyə bilər ki, hə, mən oğlumu böyütmüşəm sənin üçün də. Biz ona deyirik ki, yox. Siz oğlunuzu o qədər gözəl böyütmüsünüz, ona o qədər tərbiyə vermişsiniz ki, onu uşaqlıqdan elə tərzdə böyütmüşsünüz ki, onun çox yaxşı ürəyi var. Sizdən başqa bir qadın onu elə böyütməzdi. Qaynana qalır. Tamam. Biz ona göstərdik ki,
heç bir halda mən səninlə yarışda deyiləm. Sən düzsən, əlasan, mükəmməlsən. Mənim sistemim başqadır. Mənim savaşım başqadır və sənin təcrübən, həyat təcrübən, mən bu həyat təcrübəsinə hörmətsizlik etmirəm. Həmçinin də sənə öz mövqeyimi göstərirəm. Yəni, mövqe göstərmək və sərhəd qoymaq belə olur. Lakin bir çox gəlinlər qaynana ilə yarışa girib qalib olmaq istəyirlər. Qaynana ilə yarışa girmədən qalib olursunuz. Yəni, əgər qaynana mövzusunda həll etmək istəyirsinizsə, yarışa girmədən qalib olacaqsınız. Bəlkə də həyatdakı yeganə yarış növüdür ki, siz orada yarışmırsınız. Yarışmadan qalib olursunuz. Yarışa girdiyiniz anda isə artıq məğlub olmağa başlayırsınız. Mən bir pasiyentim var idi. Qaynanası ilə birgə yaşayırdılar. Qıza söz vermişlər ki, evlənəndə sizə 1-2 ay bizlə qalacaqsınız. Evləndə sizin evinizi ayrılacaq. Qubada yaşayırdılar. Amma belə bir proses olmadı. Oğlan işləri zəifləməyə başladı. Qaynana gəlin bir yerdə yaşadılar. Uzun illərlə 7-8 il mənim yanıma gəldi. 7-ci mi 8-ci il evlilikləri, yəni uzun illər idi. Halbuki deyilmiş ki, 2 ay birgə qalıb çıxacaqsınız. Və bu evdə qaynana gəlinini artıq o qədər yaxşı tanıyırdı. O qədər yaxşı bilirdi ki, bu gəlinin hansı sözünə ilişsə, bu gəlin nəyə necə reaksiya verər. Bəzən gəlini ilə toya getməyin üstündə qırğın davalar çıxırdı. Bu deyirdi, mən gedəcəm, o deyirdi, mən gedəcəm. Bəzən paltar asmağın üstündə. Qaynana bilirdi gəlini harada necə qıcıqlandırmaq olar. Bu gəlin də davamlı özünü müdafiə edirdi, davamlı olaraq qaynanaya göstərmək istəyirdi ki, bəsdir, bizim ailəmiz var, sən qoymursan biz ailə olaq, ağlayırdı, gedib yoldaşına deyirdi ki, gəl kiraya çıxaq, gəl Bakıya gedək bizdə yaşayaq, arada uşaqları götürürdü, gedirdi öz anası gilə, heç bir halda baş edə bilmirdi. Və daha sonra o da qaynanasının əlindəki bütün daşları ondan aldı. Yəni, qaynana gəlib qadın paltar sərdiyi yerdə deyirdi ki, sənə 100 dəfə deməmişəm paltarları belə sərmə. Qız qayıb qaynanasına deyirdi ki, ay mama, elə bilirsən hamı sənin kimi bacarıqlıdır. Elə bilirsən hər gəlin, elə mən özüm olum. Sən kimi paltar sərə bilərəm. Qaynana qalırdı. Sadəcə qalırdı. Və deyirdi ki, yaxşı, get uşaqlarının yanına mən sərərəm, onsuz bunu da bacarırsan. Qız rahat deyirdi ki, tamam, paltar sərməkdə məndən çıxdı, necə gözəl rahatladım. Buradakı birinci proses budur. Heç bir halda yarışa girməsin. Biri sizinlə təhqirli formada danışanda, onun əlindəki bütün daşlar alın, çünki hazırlaşıb buna. Məsələn, baxın, mən birini söyəndə ki, və ya birinə çıxıranda ki, sən kimsən? Bilirəm ki, o da mənə deyəcək ki, sən kimsən? Mən buna cavabımı hazırlayıram ki, mən falan kəsəm. Mən birinə deyirəm ki, sən kimsən? O deyir, əşi, mən bir bəndəyəm, əsas siz önəmlisiniz. Mən artıq ona deyəcəyim heç nə qalmır. Buna görə də birinci budur ki, siz onunla yarışa getməyəcəksiniz. Yəni, qaynananı düşmən kimi yox, sistem kimi görmək. Problem burada qadınlar deyil. Sistemin quruluşudur. Sizin evləndiyiniz ailənin fərqli bir sistemi ola bilər. Bu, hətta sizə çox qeyri-adi gələ bilər, çox mənfi gələ bilər. Hər evin müəyyən bir quruluşu olur. Siz fərqli bir evdə, fərqli bir ab-hava görə bilərsiniz və gəlib görə bilərsiniz ki, sizin evinizdə hörmətsiz adlanan şeylər bu evdə hörmətlidir. Sizin evdə hörmətli tərbiyəli deyilən hərəkətlər burada tamam fərqli yozulur. İşini müharibəyə çəkməmək. Bəzi qadınlar yoldaşlarını da müharibəyə çəkirlər, davalar böyüyür və deyir ki, seç görək kimi seçirsən. Bu kişi psixikasını tamamilə dağıdır. Kişi seçim etmək istəmir, sadəcə sakitlik istəyir. Belə bir hadisə var idi ki, mənim təcrübəmdə oğlan qızı aparır, qızın bacısının ad günüdür. Qızın bacısının əri ilə də bu oğlanın elə bir ki, badlanağın heç arası yoxdur. Belə çox sarımsaqlı deyirlər. Qaynana da bunu bilir. Gəlin hazırlaşır ki, getsin bacısının uşağının ad gününə. Qaynana oğluna qayıdıb deyir ki, hə, sənin indi hünərin var, qalx bu evdə çay içərsən. Qapıdan qoy, qayıt gəl və bunu gəlinin yanında deyir. Təbii ki, gəlin də, Azərbaycan dilləri başına döndüyüm gəlin də. Başına döndüyüm gəlin də deyib ki, nə deyir bu qadın və güclü bir dava çıxıb. Deyib ki, necə yəni?
Mənim bacımın əri sənin oğlunu saymır deyə sən deyirsən ki, bunun evində çay içməyəcəksən. Sənin qızlarının əri heç sənin oğlunu saymır, amma sənin oğlun gedir onların evində çay içir. Hünərin var onda denən ki, sənin qızlarının da evində çay içməsin, oğlunu belə hörmətli tutursansa, belə eləyirsənsə, ailəm qarışmışdı bir-birinə. Və qadın yoldaşına demişdi ki, mən sənin o evdə çay içməyini istəmirəm. Amma maman belə dedi deyə indi görək. Sən məni qapıdan mı düşürdəcəksən, qalxıb çay mı içəcəksən? Baxın, oğlan o ikisini də evdə daval edib də qoyub, sadəcə evdən çıxıb getmişdi. Çünki necə seçsin, nəyi seçsin? Aparsa, çay içməyə qalxmasa, qız deyəcək, elə budur bax, sən maman doldurur, sən də onun dediklərini edirsən. Aparıb çay içsə, yoldaşına desə ki, bax qalxıram, yaxşı, çay içirəm, mamaya demək, yoldaşı deyəcək ki, yox da, indi bu savaşda qalib olduğunu bildirmək üçün ya orada şəkil çəkəcək, yoldaşının orada olduğunu göstərmək üçün WhatsApp-a status qoyacaq, ya da necəsə qaynanasına bildirəcək ki, sən məğlub oldun. Buna görə də oğlan çıxıb getmişdi, o iki qadını baş-başa qoymuşdu, anası ilə yoldaşına. Yəni burada biz kişini müharibəyə çəkməməliyik. Aylin, Əslində o görməlidir ki, ne edirdi? əslində o görməlidir ki, biz nə qədər ağıllı qadınıq, biz necə prosesləri həll edirik. Hətta partnyor özü gəlib bizə deməlidir ki, səncə filan bir şey olar, bəlkə bunu evdə sən idarə edəsən, bəlkə siz gedib partnyora deməlisiniz ki, bax bu hərəkəti mamanın yanında demə, mən bilirəm o əsəbləşəcək, yaşlı qadındır, gəl biz onu əsəbləşdirməyək, filan şeyi plan edərik. Və burada artıq kişi görür ki, siz konflikt yaratmırsınız, siz problemli bir qadın deyilsiniz, siz əslində necə sülh yaradan bir qadınsınız, siz bilirsiniz ki, hansı hərəkətlərə qaynına taklar, o hərəkətləri yoldaşınızla birgə komanda kimi edirsiniz. Yəni, qadınlar burada komandadan ayrılırlar, kənarda oğlanla anasını birləşdirirlər ki, siz komandasınız, mən kənardayım, amma yox. Burada partnyorun yanında durmaq lazım idi. Yəni, o qız orada nə etməli idi? Qaynananın yanında deməli idi ki, çox doğru. Mənim bacımın yoldaşı bizə gələndə qalxıb bizdə çay içmir. Belədirlər də, hamısı belədir bu kişilərin. Deyib çıxmalıydı. Və yolda partnyoru ilə komanda etməli idi. Çünki mən orada onun yoldaşına deyəndə ki, siz qalxıb çay içəcəksinizmi? Birisi də dedi ki, Nərmin xanım, əgər yoldaşım bunu mamama deməyəcəyindən əmin olsaydım, mən qalxıb o çayı içəcəkdim yoldaşımın xətrinə, çünki elə də böyük problem deyil mənim üçün. Yəni, qadın artıq yolda öz yoldaşıyla komanda quracaq ki, mama düz deyir də, bax, onların yanında da bayaqda nə edirsən, gəl gedək. Ona görə də demə, qalx çayını iç, ayıbdır. Mama da bilməsin, görsən o sənəsində hörmətli tutmaq istəyir, o pis bir söz demir. Və burada kişi bilirsiniz, qadın necə görür, müdrik bir qadın. Problemləri həll edən bir qadın və sizə yenidən aşiq olmağa başlayır. Gəlin indi biz bir neçə dəqiqəlik fasiləyə çıxaq. Hal-hazırda mənim saatım 22:04-ü göstərir. 22:10-da yenidən burada olaq.
Gəlin davam edək biz seminarımıza. Fasilədə çay içə mən çat bölməsini oxuyurdum və çatda xanımlar qeyd etdilər ki, bu ikiyüzlülük deyilmi? Baxın, birinə hörmət etməklə ikiyüzlü olma arasında fərq var. Seminarın sonuna doğru zaten qaynana böyükdür, rəhbər yox. Böyüyə hörmət etmək lazımdır, rəhbərə sərhəd çəkmək lazımdır. Bunu izah edəcəm. Burada sadəcə baxın, ikiyüzlülük bilirsiniz nədir? Siz bir insanın etmədiyi bir şeyi davamlı olaraq ona deməyə çalışırsınız və bunu elə göstərirsiniz ki, sanki bu o nedir? Bu ikiyüzlülükdür. Məsələn, tutalım ki, mən gedib yoldaşıma deyirəm ki, qaynanam bugün evdəki qabları sındırıb. Qaynanama da gəlib deyirəm ki, yox, mən elə söz deməmişəm, mən yəni qətiyyən ağzımdan elə söz çıxmayıb. Bu ikiyüzlülükdür. Və ya qaynanamın yanında qaynanama deyirəm ki, siz necə çox yaxşı qadınsınız. Gedib yoldaşıma da deyirəm ki, əşi, sənin mamanın yaxşı olmağına var, o yaxşılar siyahısında axırıncıdır. Baxın, bunlar ikiyüzlülükdür. Biz hörmət edərkən öz psixoloji səviyyəmizi, dözümlülük səviyyəmizi göstərdik. Yəni, bugün mənim tutalım ki, evimə, mərkəzimə heç sevmədiyim biri gələ bilər. Mən ona çay təklif edəcəm. Bu ikiyüzlülük deyil. Bu mənim psixoloji gücümdür, psixoloji dözümlülüyümdür və tərbiyəmdir. Ona bunu təklif edəcəm, o da içəcək. Bu ikiyüzlülük deyil. İkiyüzlülük göstərsəm nə olacaq? O buradan gedəndən sonra deyəcəm ki, o mərkəzdə nəsə oğurladı. Onun özü ilə üz-üzə gələndə deyəcəm, yox, nə danışırsan, oğurluq. Mən də sən ətəyində namaz qılmaq olar, sən çox müqəddəs birisən. Bunlar hamısı ikiyüzlülüklərdir. Ailə həyatında sistemi bilməyən qadın psixoloji dözümlülüyü ikiyüzlülük adlandırır. Və o davamlı olaraq davalar çıxartmağa başlayır. Yəni, bu ikiyüzlülük deyil, bu sizin psixoloji gücünüzdür və sistemi içindən bilməyinizdir. İkiyüzlülük anlayışı ümumiyyətcə çox mənfi siyasətlərə və ailə həyatını dağıdıcı siyasətlərə səbəb olan bir davranışdır. Və biz bugün ailə həyatımızı çirkinləşdirmək yox, gözəlləşdirmək istəyirik. Təbii ki, siz ailə həyatınızı çirkinləşdirmək üçün gedib qaynananızın üzünə başqa söz deyin. Deyin ki, hə, siz yaxşısınız, mən sizin hörmətinizi saxlayıram. Gedin arxada bütün gün onun qeybətini qırın, yoldaşınıza, padruqalarınıza, hər yerdə. Və bu zaman artıq siz ikiyüzlü olmağa başlayacaqsınız. Hörmət strategiyası. Ağıllı qadın qaynananı açıq müharibə ilə yox, hörmət strategiyası ilə neytrallaşdırır. Bu çox güclü taktikadır. Yəni, az öncə dediyim kimi, mən sənə elə bir hörmət qoyuram ki, sən o doyumluluğu alasan. Çünki qaynananın ehtiyacı olan şey 25 illik və ya neçə illik strategiyası varsa, onun doğru olduğunu görməkdir və mən ona göstərirəm. Qaynana əməyinin boşa getmədiyini görmək istəyir, illərinin, təcrübəsinin boşa getmədiyini görmək istəyir və mən də ona bunu göstərirəm. Bu nəyə ki, qaynana gəlin arasında olur? Hətta bir çox müəssisələrdə yaşlı işçilərlə cavan işçi kadrlar arasında da bu cür çox böyük gərginliklər olur. Artıq bu hissədə hörmət strategiyasında yaşlı nəsillər onların bilik və təcrübələrinin dəyərsizləşdirilməyini istəmirlər. Və biz ona göstəririk ki, dəyərsizləşdirilmək nədir? Siz çox yaxşısınız, çox gözəl düşünürsünüz, bunu gəlin bir də fikirləşək, mənim də fikirlərim budur. O sizi artıq təhdid olaraq görmür. Və bu halda qaynana gəlinlə bir yol yoldaşlığına daha yaxşı razı olur. Məsələn, eyni qaynana bir gəlinlə pis olduğu halda digər gəlinlə çox-çox yaxşı ola bilir. Çünki o gəlin hörmət strategiyalarını bilir və sistemi bilir. Digər gəlin isə sistemi bilmir və daha çox qaynananın hərəkətlərini öz əleyhinə çevirə bilir. Yəni, haqlı olduğu yerdə çox haqsız vəziyyətlərə düşür. Bizim bir insan olaraq ilk borcumuz özümüzü düzgün ifadə etməyi bacarmaq və haqlarımızı tələb etmək. Siz haqqınızı tələb etdiyiniz yerdə haqsız olursunuzsa, deməli, siz haqqınızı tələb edə bilmirsiniz. Ər ilə ittifaq qurmaq. Ailə psixologiyasında ən vacib ittifaq ər-arvad ittifaqıdır. Əgər bu ittifaq qurulubsa, heç kim o evə qarışa bilməz. Yəni, siz yoldaşınızla komanda olmalısınız və onu həmişə bildirməlisiniz ki, sənin mama mənim üçün təhlükə deyil. Əslində, nə yaxşı onun varlığı var, onun düşüncələri var, onun dəyərləri var və burada partnyor da görür ki, hə, sizin üçün açıq bir təhlükə yoxdur və sizin dözümlülüyünüz var. Buna görə sizi təhlükəsiz zon olaraq algılayacaq. Evdə öz sistemini qurmaq. Ağıllı qadın qaynananın sistemini dağıtmır. Sadəcə öz evində yeni sistem yaratmaq
yaratmağa çalışır. Əgər siz o sistemi qurub yenidən sistem yaratmağa çalışsanız, bu alınmayacaq, sizin əsəbləriniz korlanacaq, ailə həyatınızda, yəni cavan ömrünüzü gözəl şeylərə xərcləmək əvəzinə qaynana gəlin problemlərini həll edəcəksiniz. Bir də baxacaqsınız ki, artıq 10 ildir siz qaynana gəlin mövzusunun içərisində üzüb qalırsınız. Mövqe göstərmək, amma müharibə etməmək. Bu çox incə bir məqamdır. Ağıllı qadın deyir ki, anam bizim üçün dəyərlidir, amma bu evin qərarlarını biz verməliyik. Və bunu deyərkən həqiqətən bu qadının sözünə güvənmək lazımdır. Yəni, dünən anam haqqında nələr deyib, dalaşıb, nələr edib, bugün də gəlib seminardan öyrənib, deyir ki, əzizim, anam bizim üçün dəyərlidir, ChatGPT kimi. Neynəsək də deyir ki, sən ən yaxşısan, sən ən düzsən. Amma bu evin qərarlarını biz verəcəyik. Kişi də belə baxır ki, bu qadın artistlik edir, bu qadına inanmıram. Yəni, burada məsələ həqiqətən də bunu edə bilmək potensialımızdır. Bu cümlə artıq psixoloji sərhəddir. Salam Nərmin xanım. Tamam. Mən bir sual vermək istəyirəm. Açıq o üçüncü artıq seminardır ki, verə bilmirəm. Yəni sual verə bilərəm yoxsa yox hələ? Sualları sonda verdik. Əl işarəsini qaldırırsınız və Nişanə xanım oradan seçir ki, 5-6 xanım suallarını verə bilirlər. Ola bilər ki, seminar ərzində hər kəsin sualları cavablandırılmasın, amma oxşar sualların cavablanmağı elə sizin sualınızın cavablanmağıdır. Və şəxsi sualları cavablamıram, oxşar suallar isə seminarda həmişə cavablandırılır və sizin sualınız mövzu ilə bağlıdırsa, ümumi gedişatda buna cavab tapırsınız. Yox, indi vermək istəsəniz sualınızı seminarın sonunda əl işarəsinə basırsınız, Nişanə xanım seçib verir. Tamam, çox sağ olun. Siz də sağ olun. Və mən sizə öz təqdim etdiyim siyahını da sayırdım ki, qaynana gəlin ilə yox, bu ana-oğul 25 illik bağla öz gənclik özünü təsdiq etməyə çalışır. Yəni onun problemi gəlinlə deyil. Sizin yerinizdə başqa bir gəlin olsa da yenə eyni şey olacaq orada. Və qaynana düşünür ki, mən bu oğlu 25 ildir böyütmüşəm. Daha sonra kişi ananı müqəddəs bilir. Qaynana oğlunu itirmək qorxusunu yaşayır. Yəni onun gəlinlə problemi yoxdur. Qapını açıq qoyun, mənsiz nəsə edərsiniz, orada bir proses olar, tək tətilə gedərsiniz, nəsə olar, mən itirərəm. Dayağımı itirərəm, dayaq funksiyamı itirərəm. Amma qaynana orada bir təhlükə görməyəndə ki, yox, onu itirmirlər. Əslində gəlin ona deyir ki, sizi itirmək nədir? Əlbəttə sizin oğlunuzdur. Necə mükəmməl oğlunuz var? Qaynana sanki psixoloji olaraq rahatlayır. Və psixoloji olaraq rahatlayan bir ana uşağından uzaqlaşmaq istəyir. Yəni, istənilən ana psixoloji olaraq rahat olanda uşağından uzaqlaşır. Yəni, baxın, düşünün ki, mən bir oğruya uşağımı verə bilmərəm, çünki uşağımı götürüb apara bilər, qorxuram. Amma bir dayıya uşağımı verirəm ki, bax, mənim başım benim sakit olsun. Yəni, qaynana da eyni ilə uşağından əslində ayrıla bilir, amma orada bir təhdid hiss etməməlidir. Məsələn, sizə bir nümunə çəkmişdim ki, oğlan deyir ki, əmin olsam ki, yoldaşım gedib mamama deməyəcək, mənim qalxıb çay içdiyimi, mən qalxıb çay içərəm. Yəni, bəzən qadınlar ərləri ilə komanda qurmurlar. Sırf yarışda olduqları üçün hər şeyi qaynanalarına sübut etdirmək ehtiyacı duyurlar ki, bax, çəkdim, paylaşdım, bax, bilirsən nə oldu, yoldaşım mənə bunu dedi, yox, sizin oğlunuz heç də elə biri deyil, sizin oğlunuz belədir, elədir və s. başlayır qaynananı sanki biraz qıcıqlandırmağa, bu şəkildə ona sərhədini bildirir, amma bu da təbii ki, ailə içərisində problemləri həll etmir. Gəlin qaynananı dəyişdirməməlidir, qeyd etdiyim kimi, axı o 50 yaşındadır, burada 45, 70, 72 yaşında, 64, bir çox yaşlar yazmışdınız. O insanların xarakterləri formalaşır və onları dəyişdirmək olmur. Kişilər müharibə olan evdən qaçır, ya işə gedir, ya dostlara gedir, ya da telefona gedir. Onlar qadın
müharibələrində həlledici bir yol tapa bilmirlər və onları mən bu mövzuda qınamıram da. Çünki biz qadınları yalnız biz həll edə bilərik. Kişilərin o qədər də açıq zehinləri yoxdur ki, onlar qadın problemlərini həll etsin. Buna görə də çox az evlərdə qaynata gəlin problemi yaşanır. Yaşanır qaynata gəlin problemi, amma çox az evlərdə. Əsasən qadınlardır problem edən. Çünki qadınlar böyük qüvvədir, qadınların arzuları var, gözləntiləri var və bir kişi qadınlarla bağlı mövzuya girəndə həmişə səhv olur, həmişə aqressivləşib oradan çıxır. Gəlin düşünür ki, ər məni seçməlidir və bu zaman kişi, bilirsiniz bu necə eşidir? Siz ona dedikdə ki, sən ailəni seçməlisən, sən ailən var, sənin uşaqların var. O sanki bunu belə eşidir ki, sən ananı sil. Burada sizin bu söz deyib deməməniz önəmli deyildir. Önəmli olan budur ki, partnyor bunu necə anlayır? Çat bölməsində bəzi xanımlar yazır ki, mən heç vaxt istəməmişəm ki, ana oğlu onlar bir-birindən ayrılsın. Mən sadəcə demişəm ki, sizin sadəcə nə dediyiniz önəmli deyil. Sizin hərəkətləriniz, sizin rəftarlarınız qarşı tərəfin psixikasında bunu oyada bilər. Çünki kişilərə məni seç deyəndə onlar belə düşünürlər ki, onda mən yəqin dostlarımı silməliyəm, onda yəqin mən anamı silməliyəm, nəyə görə, axı niyə silim? O bunu fərqli anlaya bilər. Kişinin anasına sərhəd qoymamağı sistem boşluğudur, o pis insan deyil. Sabahki mövzumuz bizim bazar günkü mövzumuz mama uşaqları olacaq və orada da görəcəksiniz ki, bir kişinin anasına sərhəd qoya bilməməyi o deməkdir ki, o pis biridir, ondan kişi olmaz, o əsl ailə başçısı deyil. Xeyr. Sadəcə olaraq bu həmin ailədə bir sistem var axı hər yerdə. Bu da o sistemin ən yaralı yeri və ən deyək ki, ən çox boş olan nöqtəsi məhz buradır. Və gəlin görək ki, biz ailə həyatımızda ümumi olaraq, axı hər birimizin qaynanası eyni dərəcədə bizi qıcıqlandırmır, hər qaynana fərqli bir mövzulara takılır. Çünki hər gəlin müxtəlif olduğu kimi, hər qaynana, hər ailə individualdır, hər ailə çox fərqlidir. Mən buna görə hər zaman sizlərə deyirəm ki, seminarda qazandığınız şeyləri gedib buradakı kimi ailənizə tətbiq etməyin. Bəlkə sizin ailədə bunu gedib elə bu axşam etsəniz çox suni görünəcək, çox yersiz ola bilər, dava çıxarda bilər. Amma siz bunu 5 gün sonra etsəz çox yerinə düşə bilər. Buna görə də daha çox ağıllı davranmağınızı istəyəcəm. Qaynana böyükdür, rəhbər yox. Biz qaynanamızı böyük kimi saxlamalıyıq, rəhbərdən çıxmalıyıq. Qadınlar müəyyən yerə qədər dözürlər, yəni hörmət edirəm adı altında. Və burada qarışdırırlar, qeyd etdiyim kimi. Böyük, tamam, bizim böyüyümüzdür qaynana, evin böyüyüdür, həmin sistemin böyüyü kimdir? Qaynanadır. Və bir böyüyə hörmət etmək lazımdır. Rəhbər kimdir? Rəhbər qaynana olmamalıdır. Rəhbər qadın olmalıdır, qadın və kişi olmalıdır. Rəhbər qadındır, qadın və kişi, ər-arvad, onlar qadındır, rəhbər. Böyük isə qaynanadır. Rəhbər qaynana. Və qaynananın obrazını biz qarışıq saldıqda, müəyyən müddət ona dözdükdə, sonra onu nə böyük kimi görürük, nə rəhbər kimi görürük. Yəni biz qaynananı böyük kimi görməliyik, rəhbər kimi yox. Amma bəzən onun rəhbər kimi etdiyi hərəkətlərə də hörmət edirik, bizim böyüyümüzdür deyirik, rəhbər kimi etdiyi hərəkətlərə. Sonra bu bizim səbrimizi daşıdanda artıq biz o böyüklüyünü də görmürük, rəhbərini də görmürük. Bu ailə həyatında ən böyük səhvlərdən biridir. Siz onun rəhbərliyini görməməlisiniz, böyüklüyünü hər zaman görməlisiniz. Yəni, bir böyüklə danışarkən səs tonunuz öyrədici, aqressiv, üstünə hücum edirmişcəsinə, sanki nəyisə sübut edirmişcəsinə olmamalıdır. Çünki o bir böyükdür. Açıq təhqir olunmamalıdır. Qaynana kimi hörmət göstərməlisiniz. Yəni, məsələn, mənim evimə qaynanam gəlir, o böyükdür, rəhbər deyil. Mənim evimə qaynanam gəlir və mən ona çay süzüb gətirirəm. Mən onu böyük kimi hörmət edirəm. Amma mən qaynanama demirəm ki, sizcə biz evdə qırmızı stəkanlar işlədək, yoxsa ağ stəkanlar. Çünki bu artıq böyüyün məsələsi deyil, bu artıq rəhbərlərin məsələsidir. Yəni, seçimi rəhbərlər edir. Amma mən qaynanama gəldi, çay süzürəm, yəni ona durub sifət etmirəm, uzaq durmuram ki, siz Allah, nə gələk, nə gedək, biraz uzaq duraq, 10 aydan bir üzünü görürəm,
ki 10 aydan bir gedək gərək. Çünki bərabər olanla dalaşırıq. Yəni belə bir şey demiyorum. Çünki o bir böyükdür. Daha sonra arxasınca pis danışmıram. Çünki böyükdür. Və buna görə mən bunları etmirəm. Daha sonra onun təcrübəsini dəyərsizləşdirmirəm. Yəni mən qaynanama demirəm ki, əşi sizin devrinizdə, əşi sizin uşaq böyütməyinizdə, əşi o vaxtı falan şeylər idi, indi hər şey daha müasirdir və s. Bir böyüyün heç nəyini dəyərsizləşdirmirəm. Daha sonra evin qərarlarını isə qeyd etdiyim kimi artıq burada rəhbərlər verməyə başlayır. Yəni ər və arvad verir. Qaynananı burada mən rəhbər vəzifəsinə gətirmirəm, ona xoş gəlsin deyə. Və burada da zaten biz partnyorumuza bunu bildiririk ki, o bizim böyüyümüzdür. Bəzən kişilər qadına deyəndə ki, o bizim böyüyümüzdür. Qadın deyir, nə böyüyü? O öz evinin böyüyüdür. Bizim böyüyümüz sənsən. Xeyr. Qaynana və qaynata evlərin böyükləridir, amma rəhbərləri deyil. Rəhbərləri isə qadın və kişidir. Yəni bunu biz həyat yoldaşımıza da izah etməliyik. Əgər belə bir an vəziyyət yaransa, biz onu deməliyik ki, çox haqlısan, bizim qaynamız bizim böyüyümüzdür. O deyir filan şey filan cür olsun. Sən nə fikirləşirsən? Bəs bəlkə biz belə edək. İndi o böyükdür, ona hörmət edək. O çox elə başa düşməsin ki, onun tərsinə gedirik, ona hörmətsizlik edirik. Yəni bir kişinin də zaten əsas istədiyi budur ki, onun ailəsinə hörmətsizlik olunmasın, hörmətsizlik tonunu verəcək, hörmətsizlik tərzini verəcək, hansısa bir rəftarlar və davranışlar onun ailəsinə qarşı edilməsin. Və bir qadın da bunu zaten öncədən göstərir ki, bax, mən hörmətsizlik etmirəm. Mən bir böyüyə hörmət edə bilirəm, bir rəhbər amma görmürəm. Qeyd etdiyim kimi, qaynana böyük kimdə davranacaq, rəhbər kimdə davranacaq, bir evin qapısı açıqdırsa o evə hər kəs girəcək. Yəni sizin ailə sisteminizin qapısı açıqdırsa, orada boşluq varsa qaynana girib orada istədiyini deyib edəcək. Yəni o hörmət də edə bilər, böyük kimlə davrana bilər, rəhbər kimdə. Və siz burada onun böyük kimi davrandığı bütün davranışları dəstəkləyirsiniz. Rəhbər kimi davrandığı davranışları isə ayırırsınız. Amma həm böyük kimi, həm rəhbər kimi davrandığı davranışları bir müddət susub, sonra birdən partlayış göstərsəz, artıq siz bir böyük kimi də ona hörmətsizlik etmiş olacaqsınız. Və bu zaman siz haqsız olacaqsınız ki, siz bir böyüyə də hörmət etmirsiniz, haqsız vəziyyətə düşəcəksiniz. Qeyd etdiyim kimi, bu həyatda ilkin göreviniz öz haqlarınızı müdafiə edə bilmək, fikrinizi aydın şəkildə izah etməkdir. Belə, bizim bu seminarda mövzumuz bu qədər. Gəlin indi biz sözü verək Nişanə xanıma. Nişanə xanım, buradasınız. Bəli, buradayam mən. Nişanə xanım, biz keçək suallar hissəsinə və bizim xanımlarımız burada əl işarəsindən istifadə etsinlər, kameralarını açsınlar və biz başlayaq bu mövzu haqqında sual-cavab etməyə. Xanımlara yəqin izah etmişsiniz Nişanə xanım. Bizim suallar individual suallar olmamalıdır. Yəni, şəxsi həyatımızla bağlı. Məsələn, Nərmin xanım, mənim qaynanam filan şeyi dedi, qaynanam niyə belə elədi? Mən bunun cavabını aydın bilmirəm. Çünki mən falçı deyiləm, magiya deyiləm, sizə səhv bir məlumat deyə bilərəm, sizi tanımadan analiz edə bilərəm və bu sizin həyatınızda çox mənfi təsir edə bilər. Ona görə bizim suallarımız mövzu ilə bağlı olmalıdır ki, məsələn, Nərmin xanım, 5-ci bəndi başa düşmədim, orada nə demək istədiniz? Və ya Nərmin xanım, 3-cü bənddə bu yazılmışdı, bunun açması nədir? Buna görə individual sualları mən cavablamayacağam, şəxsi heç bir suala cavab verməməyi seçirəm. Bu həm də sizin yaxşılığınız üçündür. Və bəzən mən görürəm ki, çatda xanımlar biri-birindən həyatları barədə nəsə soruşurlar, əziz xanımlar. Evliliyinizə dəyər verin, ailə həyatınıza dəyər verin. Sizin ailə həyatınız oyuncaq deyil. Siz hansısa bir paltarı almırsınız ki, gedib soruşarsınız ki, qızlar, mənə qırmızı yaraşır, yoxsa ağ. Yəni, bu evlilik həyatıdır, xahiş edirəm, ciddi yanaşın, həssas yanaşın. Mən belə sizin individual verdiyiniz suallara çəkinərək cavablar verirəm ki, yanlış ola bilər. O ki, qaldı siz açıq şəkildə soruşursunuz ki, mənim ərim falan deyil, ona nə edib? Yəni, həmin an əri ilə davalı olan bir qadın sizə deyəcək ki, əşi, boşan getsin.
Həmin an əri ilə mehriban olan bir qadın deyəcək ki, biraz səbirli ol və s. Yəni bu adekvat bir cavab olmayacaq. Hazır Nişanə xanım başlayaq. Mən də